Yusuf qardaş, belə tez-tez eşidirik də insanlardan ki, bir-birinə deyir ki, mövqeyi bil deyir, ya mövqeyin bəlli olmalıdır, mövqeyi falandır. Və bunu deyəndə həmçində salamı kəsməyə zad da buna aid edirlər. Ya mövqeyi bəlli olmayandan salamı kəs falandır. Bu da məsələ necədir? Salamı kəsməyə zad elə aiddir məsələyə. Bax qardaşım, salamı kəsməkdir, bidət əhlindən uzaq durmaq, onlarla oturmamaq, danışmamaq. Bunlar hamısı var. İnsan bunları edəndə Allaha yaxınlaşır. Təsəvvür edirsiniz? Allaha yaxınlaşır. Nə vaxt? Əgər bunu Allahın rizasını qazanmaq üçün edirsə. Çünki dində nə varsa, hamısında ihtisab etmək lazımdır. Hər şeyi edəndə. Yəni, Allaha yaxınlaşmaq üçün qəsdin Allahın rizası olmalıdır səni. Hətta savab qazanasan. Düzdür? İndi bu, bidət əhlinə salam vermirəm, bidət əhlindən uzağam, oturmuram, durmuram. Vallahi, sənə savab yazılır. Əgər səmimi, sadiq olsan, yolunda, əməlində, qəsdində, attığın addım yoxdur, düzdür? Savab yazılır sənə. Maşallah, Allahumma bərik, kişinin din qeyrətinə bax. Bidət əhli o qədər mundar tayfadır ki, onlardan bəridir. Salam belə vermir. Görür, çəkinir. Gözünü yumur, yolunu dəyişir. Savab qazanır adam. Rədd edir, Emil. Savab verir. Elm əhlidirsə, misal üçün. Savab qazanır adam. Qardaş, savab qazanır da adam. İbadət edir Allaha. Təqarrub. Yaxınlaşır Allaha. Səlim. Müstəqimdə, əlhamdülillah. Belə də olmalıdır. Biz də bidət əhlindən belə eləyirik və Allahdan istəyirik ki, Allah subhanahu və teala öz rizası üçün edilən əməllərdən etsin. Amma söhbət nədir? Bunların bu mənhəc qışqıranlar var, şeyxləri və onların mislində olanlar, minvalında olanlar. Onların dərdi, azarı, nə deyirlər ona? Onların problemi, o bidət əhli deyirsən, o deyil. O deyil, qardaşım. Söhbət bu deyil burada. Əgər söhbət budursa, Allahın rizası, ibadət edir, kişi ibadət edir, Allaha yaxınlaşır, qəsdi Allahdır. Qardaş, sən bu tutduğun yol var, bu deyir sənin mənhəci, bidət əhlindən müamilə, rəftar. Niyə bunu hamı ilə eləmirsən? Niyə gücün çatmır hamı ilə eləməyə? Niyə bizim o siravi qardaşlar var, yetim cəmaatımız, yazıqlar, belə deyək də, bu ifadə səhiyyidirsə ibarə. Adam yandığından deyir bunu. Niyə onların başında çartlayıb bu? Niyə qardaş sən bunu o imkanlı qardaşlar var, pullu qardaşlar, müsəlmanlar. Sən bu rəftarı niyə onlarla eləmirsən ki? Qardaş, toyuna da gedirsən, əqiqində də iştirak edirsən, qız da verirsən, qız da alırsan, restoranda da oturursan, yemək yeyirsən, içirsən. Mən indi durum adları deyim sənə, kimlərlə belə eləyirlər. Qardaş, Adilə də qulaq asır, mənə də qulaq asır, o bisinə də indi, filan kəsə də qulaq asır, filan kəsə də qulaq asır. Sənə zəng eləyir. Gəl oturaq. Qardaş, o görüş yerinə ondan qabaq sən gedirsən. Niyə? Pulludur ona görə. Gələndə qucaqlaşıb öpüşürsən ondan. Salam vermək nədir? Qucaqlaşıb öpüşürsən. Çünki sənin duxun çatmır ondan o müamiləni aparasan. Pulu var ona görə. Bu mənhəc söhbəti niyə bizim bu yetim qardaşların başına çatladı ki? Çatlamalıdır ki? Sən bu rəftarı yoxdur ibadəti. İbadəti sən niyə elə mənlə eləyirsən ki? Mənlə eləyib Allaha yaxınlaşırsan. Get hamı ilə elə də.
Bunu belə demirəm, Emil. Bunun adları deyim. Bir deyil, onlarladır. Ona gücü çatmaz onunla bu rəftar eləsin. Nə deyərlər sənə? Bir pullu qardaş da zəng eləsin, toyuna çağırsın. Ehtiyac yoxdur. Musiqi qoşmaq olar. Yox, hələ yox. 10-15 dəqiqə xəbər edəcəm. Biri zəng eləsin, imkanlı qardaş. Oğlunun yaxud qızının toyuna çağırsın. Onlardan birini. Və bu zəng eləyən qardaşlar nə bilim falan kəslərə qulaq asır. Onların cərh etdiyi, təbdi etdiyi adamlara. Qaça-qaça gələcək toyuna onun. Qaça-qaça. Yox gəlməyəcək, çıxıb desin ki, gəlmərəm. Yox, mən çıxım adları deyim sənə. Kimlər sənə zəng eləsə, sənin variantın yoxdur cavab verməməyə. Sən kimə nə deyirsən ki? Sən kimi başını alladırsan ki? Bunlar, biz yetimlər var, arada pul olmayan qardaşlar var, pulu yoxdur da, kasıb, imkansız, miskin, fəqir. Yolunu görəndə bir yolda, dəyişir yol. Elə bir erməni görüb düşməndir, qaçır. Adilçidir, adilin cəmatıdır deyir. Filan kəslərdən, misal üçün deyirəm, filan kəslər şeyx deyib olmaz onlardan. Elə rəftar eləyir, elə bir erməni görüb. Başqa bir də, qardaş, bunların anlamında, məfhumunda, ağlında bidətçi budur. Və ona tabi olanlar, ona hə deyənlər, ona qulaq asanlar. Bunlar elə şişirdiblər ki, bu söhbəti. Elə bil ki, firqələr içərisində, ümumiyyətlə Azərbaycanda bizim qardaşları azdıran bu iki nəfərdir. Yazıqsız. O iki nəfərdən və onun yolunda olanlardan qoruyun özünüzü. Başqa bir də, qardaş, o Elşad Mirzad var, bu çıxan bu şeylər yoxdur, müxaliflər də, bunu kimi təhlükəli insanlar. Onlar barəsində soruş, vallahi heç bir himməsi yoxdur. Deli boş şeylər də danışır, deyir, jurnalist falansa. Onlarla danışanlar, öpüşənlər, görüşənlər, onlar barədə belə təhzir eləmirlər. Heç veclərinə deyil. Sən mənə deyirsən onu, sən kimə nə deyirsən ki? Mən bilmirəm, sən kimsən? Siz kimsiz? Yəni, bidət əhlinin təhlükəsi var, Emil. Bidətin və əhlinin təhlükəsi. Bu var. Bu müstəqimdir, dindədir bu. Amma sən nə deyirsən ki bizə? Sən hansı bidətdən təhzir eləmirsən indiyənə kimi? Hansı bidətə rədd eləmirsən indiyənə kimi? Bunların, bu 2-3 nəfərin düşdüyü müxalif şeylərdən savayı. Başda ala bildim, nə demək istəyirəm? Sən hansı bidətə rədd eləmirsən? 8 il bu barədə gecə-gündüz dayanmadan danışmaqdansa, elə onun yanında da başqa bidətlərdən danışardın da. Millət əziyyət çəkir. Millət əziyyət çəkir. Xalqımız əziyyət çəkir. Bir dəfə də onlardan danışardın da. Onlarda himmə yoxdur, Emil. Həvəs yoxdur. Hirs yoxdur, hərislik. Qardaş, mən bunu düşmüşəm üstünə, bunu qaralamışam. Bunun da, mən dərdim odur mənim. Sən kimə nə gəlirsən, sən kimə nə deyirsən ki? Budur, vallahi. Budur. Yoxsa, qardaş, deyim, kişi, şeyx, bidətdən narahatdır və bidət əhlindən xalqımızı, cavanlarımızı azdırarlar birdən. Narahatdır kişi. Yox, vallahi. Sən kimə nə deyirsən? Nə narahat? O narahat edən budur. Budur, vəssalam. O narahat edən budur. Səbəblərini də bilirik biz. Budur, qardaş, narahat edənsən. Yoxsa səni nə narahat eləyib ki? Nə narahat olmusan ki? Allahın rızasını güdürsən sən. Yazıq qardaşlarımız əziyyət çəkib, onların başına çartlayıb sənin bu mənhəc söhbətin. Xristiyanla, nəsrani ilə, iş yoldaşlarınla, nə bilim, qonşularınla, bir-bir demək istəmirəm adlarını. Həmin o mənə qulaq asmayanlar, məni görəndə 10 metr qaçıb gizlənənlər öpüşüb görüşürlər onlarla. Heç veclərinə də deyil. Əsli bidətçi ilə. Əsli bidətçi ilə ümumiyyətlə rəftarları gül kimidir. Nə Rafizi ilə dostluq eləmirlər, Şiyə ilə dostluq eləmirlər, nə bilim, o birisi ilə dostluq eləmirlər, Fasik ilə dostluq eləmirlər. Gecə-gündüz danışda, qardaş, domino oynayanlardan danışda, Fasiklərlə gedib, onlarla oturub oynamaq olar ki, Fasiklə dostluq eləmək olar, salam vermək olar Fasikə. Danış onlardan da. Fasikə salam vermək olmaz.
Şəriətlə. Qaldır da söhbəti. Qaldır söhbəti. Yox, qardaş, Adil və onun cəmaatı. Filankəs və onun cəmaatı. Rəşad və onun cəmaatı. Filankəs onun cəmaatı. Dərdi sənsən onu. Onun başqa dərdi yoxdur ki bunun. Sən kimə nə deyirsən ki? O gün qardaşlarımızdan biri Emil bir video göndərib. Bir nəfər danışır. Kimdir danışan? Şeyx Hafizahullahın adamlarından biri. Hə? Şeyx üçün ölənlərdən biri. Yəni şeyximizdir də ölürük sənin üçün. Nə desəm baş üstə. Varam, hazıram. O adamlarından biri video atıblar. Vallahi telefondadır. Görsədərəm dərsdən sonra. Həqiq məclisi idi, yaxud hardadır, toydur, nədir? Nəsə nəsiyyət eləyir. Qardaşdır. Nəsiyyət edir. Şeyxin cəmaatındandır. Nəsiyyət edir. İndi cəmaata danışır da, videodur. Deyir ki, bəs ey qardaşlar, ey cəmaat, mənhəc əsasdır, indiki zamanda çox önəmlidir. Diqqət eləmək lazımdır. Hətta deyərdim ki, tövhiddən də önəmlidir. Vallahi bu ifadə ilə də deyir. Bu ibarə ilə. Hətta deyərdim ki, tövhiddən də qabaqdadır. Gör, mənhəci o qədər şişirdib. Hansı dərəcəyə qoyub. Hətta deyərdim ki, tövhid. Deyir ki, orada, tövhid indi elədir ki, tövhid olmasa problem yoxdur, əsas mənhəcdir. Mənhəc olmasa tövhid fayda vermir. Bu Emil, bax qardaşım, iki insandan biridir. Ya adam xəstədir, həqiqi mənada yəni, xəstədir. Problemi var insanın. Yox. O bilir tövhid nədir. Ya da, o ikinci var, insan filankəsin razılığını, rizasını qazanmaq üçün, yaltaqlıq eləyib, onun gözündə yaxşı olmaq üçün, bax, bilə-bilə haqqa müxalif olan şeylər danışır. İbn Teymiyyə rahimehullah belə də deyir. Deyir ki, bəzən insanın bu yola düşməsinə səbəb kiminsə gözündə, yanında yaxşı olmaq üçündür. Yaltaq olmalısan sən bu şey eləmək üçün. Gör, bunun o şeyi hara vurub ki? Yəni, filankəsin gözündə o qədər yaxşı olmaq var, arzusu, yanında olmaq. Hara vurub ki, bunun dediyi sözə bax, ifadə etdiyi sözə bax. Tövhid, bəzən tövhiddən də yaxşıdır deyir. Tövhiddən də qabaq önəmlidir deyir. Ey cəmaat, baxın, mənhəci örgən, tövhiddən önəmli. Bütün rəsullar yer üzünə göndərilib ki, tövhidə çağırsınlar insanları. Bunun dediyi sözə bax. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا اَنْ اِعْبُدُ اللّٰهَ. Bütün rəsullar, Emil. وَجْتَنِبُ الطَّاغُوتِ. Yaxud, ya qavm, bütün peyğəmbərlər hamısı nə deyirdi? Ya qavmi, u'budullaha, mə ləkum min ilahin qeyruhu. Yaxud, və mə ərsəlnə min qablikə min rasulin. Ey Muhammed, biz səndən qabaq elə bir rəsul göndərmədik ki, illə nuhi ileyhi ənəhu la ilahə illallah, la ilahə illə ənə fə'budun. Bütün rəsullar. Bəzən tövhiddən də qabaqdadır deyir. İnsan, bilmirsən ikisindən biri hansıdır. Amma xəstəyə oxşamır adam. Belə şeylər danışırlar, subhanallah. Niyə sən belə şeylər danışmalısan? Mənhəc şişirdir. İndi gəlin, baxaq, şişirdikləri mənhəcə. Problem yoxdur, şişir. Amma sən, qardaş, şişirdin mənhəc bilsən nədir? Mən bunu gündəmdə saxlayıram. Filan cəmaat gəlməsin bizim kəndə, bizim rayona, bizim qəsəbəyə. Filan cəmaatımız filan kəsdən uzaq olsunlar. Bunların dərdi budur yəni. Bidət əhli deyil, qardaş. Sələfi salih. Onlar bidət əhlinlə rəftarı eləyiblər, müamilə eləyiblər, şiddət göstəriblər. Bütün bidətçilərə, Emil. Allahın dininə müxalif olan bütün bidətçilərə. Bunlar, qardaş, Allahın dininə müxalif olan bidətçilər heç gözünün ucundan belə baxmırlar. Sən və sənin cəmaatın. Və salam, sizsiz təhlükə. Ölkəyə təhlükə bunun ağlına görə. Mənəm və mənim cəmaatım sənsən, Emil. Mumeyyidi deyir. Filankəsin cəmaatındandır. Cəmaatı azdırırıq biz. Bədbəxt yəni.
Bunun düşüncəsinə sən bax. Gör nə fikirlər, nə yeyirlər, nə içirlər qardaş. Özü də maraqlı nə demir? Qardaş, bidət əhlindən həmişə təhzir olunub. İmamlarımız, alimlərimiz təhzir ediblər, danışıblar. Yox, əladır. Qardaş, sizi kimi heç kim eləməyib yer üzündə, heç kim eləməyib. Sən kimin yoluna gedirsən sən? Sən Sələfi Salihin yoluna gedirsən, sənə kimi heç kim eləməyib. Necə Emil? İbn Seyminin vaxtında indi İbn Baz, İbn Seymin, Şeyx Albani rəhmət eləsin hamısına. Bidətçi yox idi yer üzündə. İbn Seyminin vaxtında filan kəslər indi ad çəkmirəm. Hamısı sağ idilər. Böyük o Saudiya dövlətinə, ümumi müsəlmanlara təhlükəli olan insanlar var idi. Dərslərin birində şeyxdən soruşurdular. Deyirlər şeyx filan kəs adından rədd edirdi, filan kəs bidətçidir, filan kəs uzaq olun, filan rədd edirdi, qutar. Və salam, bəs qutardı söhbət. Söhbət qutardı. Yəni 500 səhifəlik kitabın içərisində bir sətir yer tutardı. Və salam qutardı. İbn Seymin dedi də, qutardı da, bildik də. 8 ildir eyni sözü deyirlər. Analar ağları qoyub, nə bilim, neyniyib, nə bilim, qardaş 8 ildir, sən bezmirsən sən. Belə heç kim eləməyib, sən kimi. Sən bunların gör o qədər təhlükəlidir, cəhmi səffandılar. Yəni qurban kəsmək lazımdır onları. Subhanallah. Belə şişirdərlər ya təhlükəni. Başqa təhlükələr də, o bidətlər yoxdur, ölüb bunun içində. Bunlar bunu şişirdiblər deyə, o birisi təhlükələr görsənmir. Onlarda, əlhamdülillah bizdə elə deyil yəni. Biz bütün dinə müxalif olan şeyləri təhlükə sayırıq. Onların gözündə təhlükə budur. Onların gözündə təhlükə, başqa təhlükəni o qədər, yəni o qədər xırda eləyiblər ki, problem görməyiblər. Onlar problem deyil də, aydındır deyir, jurnalistlərdir falan. Qardaş, rədd elə çıx. Aydındır, qardaş, rədd elə çıx. Yüz minlərlə insan var ya, davamlı. Bəli, gücü çatmaqdan əlavə, himmə o deyil, maraq o deyil, axı, maraq budur. Maraq bu 2 nəfərdir, bunun dalınca düşənlərdir. Mən demirəm, düzdülər falan, bundan danışmıram, Emil, kim düzdür, kim səhvdir. Yəni, qardaş, bizdən çox rədd eləyən yoxdur. Amma sən tutduğun yol deyil axı bu. Sənin tutduğun yol. İndi çıxıb deyəcək ki, o qədər səhv etdilər ki, indi çıxıb deyəcək ki, nə qədər danışamalıyıq ki, nə qədər həddi var bunun. Bir dənə söz tapıblar. Nə qədər danışaq, 8 il, nə, 1 il danışaq, 2 il danışaq. O qədər cahil olasan ki, yəni savadsız. Yəni başa düşməyəsən ki, mən nə demək istəyirəm. Yəni bu sələfin yolu deyil bu yəni. Alimlərimiz də bidətdən danışıblar da, bidətçidən danışıblar, təhzir eləyiblər də. Sənə kimi heç kim eləməyib. Və bu da onu deməkdir ki, görsədir ki, qəsd, Allahın rizası deyil. Oyun oynayırsan sən. Dünyada mənfəətdir. Dəlaləti var, göstəricisi var, Emil. Bu göstəriciləri əsasən deyirəm. Sən nəyə görə deyirsən? Sən nəyə görə deyirsən ki, Allah rizası üçündür? Belə Allah rizası üçün olur. Göstəriciləri var ki, sən oyun oynayırsan. Rəşad, necə də deyir, qorxur xalq üçün, bulan şeyxləri. Birdən Rəşad azdırar cəmaatı. Sən də söyləsən, Emil? Vallahi, yəni mən səhv deyirəm ki, sən qulaq asmaq olmaz, uzaq dayanın. Niyə? Cavab birdir. Qorxuram ki, xalq azdırasan. Hə də budur da, qardaşım, bunun ikinci adı var. Mən deyirəm ki, Emilə qulaq asmaq olmaz, çəkinin. Uzaq dayanın, mumeyidi filan. Çəkindirəm də səndən. Niyə? Məqsəd birdir şəriətlə. Bir olmalıdır. Xalqım üçün qorxuram. Cəmaatımız üçün qorxuram. Sən məndən qorxursan, cəmaat üçün bir də cəmaatı azdıraram mən. Yəni budur ya, bunu demək istəyirsən? Filan kəslərdən də deyir. Filan kəslərin üzünü görmürük biz. Gücü çatmır, çıxsın, Allah rızası üçün söhbət eləsin. Budurlar yəni bu cəmaat. Bunların cəmaatı budur yəni. Başa sala bildin? Danışım yenə yoxsa yox? Allah islah eləsin hamımızı. Allah islah eləsin.